Sual 23. Aşağıdakilerden hansı slayd obyektlərinə verilə bilən animasiya effektlərinin kateqoriyasına aid deyil? Deməli, slaydın obyektlərinə verilən effektlərin 4 növü var idi. Deməli, orada var idi emphasis, vurğu, sarı rəngdə olurdu. Sonra var idi orada entrance, giriş, yaşlı rəngdə olurdu. Sonra var idi orada exit, çıxış, qırmızı rəngdə olurdu. Bir də var idi motion pass, hərəkət yolları. Orada exciting, həyəcanlandırıcı yox idi. O slaydın obyektlərinə yox, slaydın özünə verilən, belə desək ki, animasiya effektinin qrupu, kateqoriyası idi. Gəlin baxaq. Deməli, transitionda həmin effektlərin 3 qrupu var. Subtle, zərif, exciting, həyəcanlandırıcı, dynamic content, hərəkətli, dinamik. Amma animationa baxaq. Animationda deməli, bu, belə deyək ki, obyektə verilən animasiya effektlərinin 4 növü var idi. Entrance, giriş, yaşlı rəngdə olurdu. Emphasis, vurğu, diqqət çəkmə, sarı rəngdə olurdu. Exit, çıxış, qırmızı rəngdə olurdu. Bir də var idi motion pass, hərəkət yolları, yəni göstərilən trayektoriya üzrə fiqur hərəkət edirdi, animasiya effektini o şəkildə tətbiq edirdi. 23-cü sualın düzgün cavabı B variantı olmuş olacaq.